Salam əziz müəllimlər, bugün sizinlə 7-ci sinif dərsliyindən 17-ci mövzu detalların yivli birləşmələrini öyrənəcəyik. Demək, detalların yivli birləşmələri. Bunu öyrənməmişdən öncə gəlin öyrənək görək yiv özü nədir? Yiv nədir müəllimlər? Yiv silindrik səthinin xaricində və daxilində vintvari açılmış qanovcuqdur. Yiv nə oldu? Daxili səthdə və xarici səthdə açılmış qanovcuqdur. Və bu yivlər iki cür olur. Hansılardır müəllimlər? Xarici yiv, daxili yiv. Şəkil 1-də bizə göstəribdir. Demək, yivlər neçə cür oldu? İki cür oldu. Hansılardır? Xarici yiv, daxili yiv. Və şəkil 2-də isə bizə yivli birləşmələrin növlərini göstərib. Yivli birləşmələrin neçə növü var? 3 növü var. Bolt birləşməsi, mil birləşməsi və vint birləşməsi. Demək, müəllimlər, birləşmənin növünü bizdən istəsə, nə olacaqdır? 3 dənə. Bolt birləşməsi, mil birləşməsi, vint birləşməsi. Amma yivli birləşmənin əsas elementləri bizdən istəsə sualda nə olacaqdır? Onda şəkil 3-ü götürəcəyik. Yəni, bolt, vint, mil, qayka və şayba. Bunları götürəcəyik. Bunları aydınlaşdırmağı bacarmalıyıq müəllimlər. 3 dənə olan birləşmənin növüdür. 5 dənə olan birləşmənin əsas elementləridir. İndi gəlin baxaq görək bolt nədir? Bolt nədir? Bir tərəfində başlığı, digər tərəfində yivi olan, bu başlığıdır, bu da yivi. Deməli, silindrik mirşəkilli bərkitmə detalıdır. Və deyir, boltun üzərində alt üzlü qayka vintlənir. Demək, bu nə oldu? Bolt oldu. Bolt necə bir detal oldu? Silindrik milşəkilli. Harada gördük? Boltdur. Mil necə bir detaldır bəs müəllimlər? Hər iki ucunda yiv açılmış. Baxın, hər iki ucuna yiv açılıb. Hər iki ucunda yiv açılmış silindrik çubuq formalı. Görürsünüz? Çubuq formalıdır. Bərkidici detaldır. Deməli, bolt necə bir detal oldu? Mil şəkilli, silindrik mil şəkilli detal oldu. Mil necə bir detal oldu? Çubuq formalı detal oldu. Milin bir ucu birləşən detalların birinə vintlənir, digər ucuna qayka vurulur. Demək, milin bir ucu detala vintlənir, digər ucuna da qayka vurulur. Bu nə olacaqdır? Mil olacaqdır. Daha sonra nə deyir? Milin deyir, vintlənən ucunun uzunluğu onun salındığı detalın materialından asılıdır. Sırf bu cümlə testlərə düşür müəllimlər. Diqqət edirik. Baxın, elə bu formada salırlar. Yazırlar ki, vintlənən ucunun uzunluğu onun salındığı detalın materialından asılıdır. Bu hansına aiddir? Götürürük milə. Mil birləşməsinə aid olacaqdır. Daha sonra gəlin baxaq görək, şəkilləri aparmayaq. Baxaq görək, vint nədir bəs müəllimlər? Vint. Deməli, vint bir tərəfi başlıqlı, bir dəqiqə, vint deməli bir tərəfi başlıqlı, baxın, bir tərəfində görürsünüz başlıq var. Digər tərəfində birləşdirilən detallardan birinə yivin köməyi ilə görürsünüz, digər tərəfində yiv var. Deyir, bu yivin köməyi ilə daxil olmağa imkan yaradan mil şəkilli silindrik konusvari çıxıntılı detaldır. Çıxıntılı. Görürsünüz, çıxıntısı var. Və bunun açar sözü nə oldu müəllimlər? Bunun da açar sözü oldu silindrik konusvari. Silindrik konusvari gördüksə, çıxıntılı sözü gördüksə, nə götürəcəyik? Vint götürəcəyik. Şayba nədir bəs müəllimlər? İki tərəfi açıq deşik olan diş şəkilli detaldır. Görürsünüz, iki tərəfi də açıqdır və diskə bənzəyir. Şaybadan harda istifadə etdik? Qaykanın və boltun başlığının altına.
Qayka ilə boltun başlığının altında istifadə elədik. Niyə istifadə elədik? Onların dirəndiyi səthin sahəsi böyüsün və sıxılan zaman birləşmələrdən detalların səthi cızılmasın deyə. Harda istifadə elədik? Bolt və qaykada. Bəs qayka özü nədir müəllimlər? Deşiyi və daxilində yivi olan detaldır. Qayka özü nə oldu? Baxın, deşiyi var, daxilində də yivi var. Yivi olan detaldır. Bəs bu qayka harda istifadə olunur? Bolt və mil birləşməsində. Qaykanı da bolt və mil birləşməsində istifadə etdik. İndi gəlin bir də nəzər keçirək. Bolt desə qısa şəkildə, bolt desə əgər silindirik mil şəkilli detaldır. Mil desə çubuq formalı detaldır. Vint desə, vinti istəsə bizdən silindirik konusvari çıxıntılı detaldır. Çıxıntı sözünü gördük. Nə olacaqdır? Vint olacaq. Şaybanı istəsə disk şəkilli sözünü yadımızda saxlayırıq. Disk şəkilli detaldır. Qaykanı istəsə deşiyi daxilində yivi olan detal olacaqdır. Aha, indi bizə nə deyir müəllimlər? Burmalarının istiqamətinə görə yivlər neçə cür olur? 2 cür olur. Sağ və sol yiv. Demək, bunu da bizə şəkil 4-də göstəribdir. Burmaların istiqamətinə görə yivlər. A-da bizə sağ yivi verib, B-də bizə sol yivi veribdir. Daha sonra nə deyir bizə? Sonra bizə deyir ki, sağ yivli qayka və ya vint saat əqrəb istiqamətində, sol yivli isə saat əqrəbinin əksinə fırladılır və elementləri millimetrlərlə, yəni metrik sistem vahidində verilən yiv necə adlanır? Metrik yiv adlanır. Bu cümləyə diqqət edirik, testdə düşür. Xarici və daxili metrik yiv M hərfi ilə işarə olunur. Metrik yiv nə ilə işarə olundu? M hərfi ilə işarə olunur. Və yivin xarici diametrini göstərən ədədlə. Bu da testlərdə çox düşür. Yivin hansı diametri göstərilir? Xarici diametri göstərilir. Məsələn, baxın, burada bizə verib M8, M16 ifadələr ifadə edilir, yəni belə. Və şəkil 5-də də bizə nə verib? Yivin əsas elementlərini verib. Bunlara da diqqət edirik. Baxın, yivin əsas elementlərində nə var? Profil bucağı var. Baxın, profil bucağı neçədir? 55-60 dərəcə. Sonra yivin uzunluğu var. Dərinlik var. Qayka var. Bunlara diqqət edirik mütləq şəkildə. Daha sonra bizə nə deyir? Xarici yivin açılması üçün pafta ilə pafta saxlayandan istifadə olunur. Deməli, müəllimlər, şəkil 6-da bizə verib A-da pafta, B-də pafta saxlayan. Deməli, biz xarici yivi açacağıqsa, paftadan pafta saxlayandan istifadə edəcəyik. Və bu hissələri də unutmuruq. Pafta saxlayanı var, paftası var və dəstəyi var. Daha sonra bizə nə deyir? Deyir ki, pafta iki tərəfi açıq deşikli olan və kəsici kənarları tiyə əmələ gətirən yiv açan qaykaya oxşuyur. Və karbonlu xüsusi alət poladından hazırlanır. Bu da testlərdə düşür müəllimlər. Yiv açan qaykaya oxşuyur sözünü gördünüzsə, bir də karbonlu xüsusi alət poladından hazırlanır. Gördünüzsə, nə olacaqdır? Pafta olacaqdır. Pafta saxlayanda bərkidilir. Paftanı kəsilən milin üzərinə vintlədikdə onun tiyələri səthə batır və yiv açılır. Baxın, burada kiçicik bir ardıcıllıq var, sala bilərlər. Diqqət edirik. Birinci nə etdi? Pafta saxlayanda bərkidildi. Deməli, kəsilən milin üzərinə vintləndi. Ondan sonra deyir, tiyələr səthə batır və yiv açılır. Yaranan metal yonqarları deyir, deşikdən çıxır.
Daha sonra daxili yivin açılması üçün isə yiv burğusu, bir də çığırıqdan istifadə olunur müəllimlər. Baxın, bu tərtibatdır, çığırıqdır. Yiv burğusunu saxlayan tərtibat. Bu da yiv burğusudur. Və bu da bunun hissələridir. Nədir? Qanovcuqdur, yiv burğusudur, kəsici tiyəsidir, quyruğudur. Bunlara da diqqət edirik, düşə bilər. Təhlükəsizlik qaydalarına baxaq. Nasaz alətlərlə işləmək qadağandır. Alətləri yonqarlardan süpürücü şotka ilə təmizləmək lazımdır. Əlləri kəsici alətlərin iti kənarlarından qorumaq lazımdır. Dərsimiz bu qədər müəllimlər. Hər birinizə uğurlar.